Sabahınız xeyir olsun, əziz gənclər. Sizi havayla burada Masallı Gənclər evində görməyimdən çox şadam. Adım Afiq Məlikov, Maarifpərvərlik Azərbaycan Gənclərinin İctimai Yardım Assosiasiyası İctimai Birliyinin idarə etmə sərviyəm, həm də həmin təşkilatın təşkilisiyəm. Tələbə olan da sizin kimi vaxtıyla qərara gəldik ki, niyə də öz təşkilatımız olmasın və beləliklə Cənubi bölgəsində ilk gənclər təşkilatını təsis etdik. Bugünə qədər 40-a yaxın layihə ilə keçirmişik. Hal-hazırda 39-cu layihəmizdir. Layihəmiz adlanır İnsan ömrünə qarşı mübarizə maariflənmədən başlayır. Layihəni maliyyələşdirib Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi agentliyi. Demək olar ki, bizim bir çox layihələrimiz məhz qeyri agentliyi tərəfindən dəstəklənib. Biz Şərqdən istifadə edib agentliyə birliklərin təşəkkürümüzü bildiririk ki, gənclərin maariflənməsinə, maariflənməsinə bizə yaxından kömək olub. Bugünkü təlimimizdə təlimin əsas iki aparatçısı olacaq. Bir təlimin təlimçisi psixolog, ixtisasca psixolog, peşəcə psixolog, Astara rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin psixologu, bir də nömrə 1 psixologiya mərkəzinin psixologu Fərruh Əliyev sizlə bu təlimi həyata keçirəcək. Bir də Ombudsman aparatının Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmailov. Ziya İsmailov hal-hazırda bugün, bilirsiniz bugün nə günüdür? Bugün 18 iyun Azərbaycanda İnsan Hüquqları günüdür. Bütün Respublikada qeyd edilir və bu münasibətlə Azərbaycan Respublikasının Ombudsman aparatı tərəfindən beynəlxalq tədbir təşkil olunmaqda Ombudsmanları, dünya Ombudsmanlarının görüşüdür. Ziya müəllim də orada iştirak elədiyi üçün biz çalışarıq ki, onlayn rejimdə bizim tədbirə qoşulsun. Çünki Ziya müəllim hüquqşünasdır, Nasional Universitetinin hüquq fakültəsini bitirir. Həm də Ombudsman aparatının Cənub Regional Mərkəzinin rəhbəridir, uzun müddətdir bu sahədə çalışır. Bu məsələnin hüquqi tərəflərini Ziya müəllim sizə izah edəcək. İndi psixoloji tərəflərini, sosial tərəflərini isə Fərruh müəllim. Arada mən də öz fikirlərimi sizdən bölüşəcəyəm. Çünki bu sahədə mənim də yeni bir beynəlxalq təcrübəm var, məhz insanlıq istiqamətində. Biz fürsətdən istifadə edib Lənkəran, bizim ümumiyyətlə ən böyük əsas tərəfdaşımız olan Lənkəran Astara Regional Gənclər və İdman İdarəsinə, o cümlədən də onun Masallı sektoruna özləri təşəkkürümüzü bildirilir. Xüsusilə də Mehman müəllim, Sadıq müəllim, Fərqlədim ki, bu tədbirin təşkilində bizə dəstək olurlar və siz gənclərin dəvət olunmasında zəhmətləri keçib. Və nəhayətində sizin özünüzlə də özləri təşəkkürümü bildirirəm ki, bu tədbiri dəvət edib, iştirak etməyə qərar verirsiniz. Ümid eləmirəm, əminəm ki, bu tədbir sizin üçün çox faydalı olacaq. Mən düşünürəm ki, siz buradan evə gedəndə, mütləq şəkildə buradan özünüzlə yeni informasiya aparacaqsınız, məlumatlılıq və təcrübə qazanacaqsınız. Bu baxımdan mənə gəlir ki, bizim tədbirimiz çox məhsullar keçəcək. Mənə aid sualınız varsa, bir daha qeyd edirəm, Afiq Məlikov, yəni sual verə bilərsiniz, texniki təşkilat məsələlərdən bağlı. Yoxdursa, biz sözü psixologumuz Fərruh Əliyevə verək. Müəyyən sesiyadan sonra proqramı uzun olaraq çay fasiləsindən çıxarır. Və çay fasiləsindən sonra qayıdıb tədbirimizi həm bayaq dediyim kimi uyğun video çarxları izləyəcəyik sizlə. Ondan sonra sizin sertifikatlarınızı sizə təqdim edəcəyik və tədbirimizi bitirəcəyik. İndi icazənizlə mən sözü Fərruh müəllimə verim ki, təqdimatımıza başlasın və tədbirimiz bu istiqamətdə davam edəsin. Buyurun. Çox sağ olun. Salam, hörmətli gənclər. Mən də öz növbəmdə sizi salamlayıram. Özümü təqdim edirəm ki, özümü təqdim edirəm. Bu cür layihələrin həyata keçirilməsinin böyük faydası var. Çünki hər bir sinifdə, hər bir sferada, hər bir bölmədə birinci hər şey məlumatdan başlayır ki, bizim nəyimiz bizim Masallı gəncləri ilə çoxlu tədbirlərimiz olur. Biz Masallıda fəaliyyət göstərəndə, Masallı gəncləri burada, Evlər Göl Mərkəzində, müxtəlif yerlərdə
Çünki mövzu bəs-bələ aktualdır. İnsan alveri maddi, mənəvi, fiziki travmalarıyla məşhur olan bir məsələ. Burada necə bir insanın yox, bəzən bir ailəni, bəzən bir nəsil alınması gerekir. İndi mən sizə sual verirəm. Sizin fikrinizcə insan alveri dedikdə biz nəyə nəzər edirik? Nədir insan alveri? Buyurun, abitur özünü bilirsiniz. Daha olar, daha kim alveri? Keçən dəfə Cəlilabadda universitet tələbələri ilə keçirdik. Yəqin ki, sərəmizdə gelmişliyirsiniz, bəziləriniz tələbəsiz. Buyurun, fikrinizi bildirin. Aha, çok güzel. Sonra nerede insan alveri? Daha kimin fikri var? Sonra bir nəfər danışıyor. İnsanları aldadarak onların organlarını satışını həyata keçirilmez. Daha sol tərəf. Qadınların avretin istifadə Bəli, istismara məruz qalması. Daha bir də başqa ölkələrə həm qadın, həm də kişilərin seçimi aparırlar. Pul vermədən də belə bir. əməyin istismar olunması. Hava, sonra bu tərəf. Buyurun. Dinləyirik sizi. İnsan alveri hakkında ne diyebilirsiniz? Bugün burada ona öyle getirmiştik ki öz fikrimizi ifade ediyoruz. Serbest şekilde bildirmek. Ne diyebilirsiniz bu arada? Bravo. Hörmətli gənclər. Bilirsiniz də, gənclər cəmiyyətin əsas neydi? Aparıcı qüvvəsidir. Bütün gənclər aktiv olmalıdır. Bütün sahalarda. Hər bir elmə, hər bir sahəyə, hər birinci nə verir? Başlayanda nə verir? Tərif etdik ki, filan şey nədir? Hər şeyin özünün haqqını tərif etdik. Şimdi baxın, insan alveri. İnsan alveri bilirsiniz də, bu köləliyin münasib forması olaraq qəddar və laqeyi münasibətlərlə insan duygularının formasıyla müşahidə olunur və insan da şəxsi əşya kimi davranır. Bir şey yalnızca saxlayaq ki, öyrənməkdir yəni. Bir məsələ varsa, onun arxasında duran nələr var? Tarixi köklər var. Elə deyil. Hər şey tarixi köklər var. Onun baza, həmən onun gəldiyi, o nüqtə, o yer. Tarih nüqtələr var mı? Kim oxuyur yaxşı tarixləri? Kim o ictimai quruluş formalarını sayılır? Birinci dövr hansı olur, dokuz dövr hansı olur? Bilən var mı? Bilirsiniz, biraz təsərrüf göstərmək lazım. Bugün sizin burada özünüzü ifadə eləməyiniz, həm də sizin özünü ifadə bacarıqları sunarlar. Yəni, seminarlarda məqsədi bildir, bundan ibarətdir. Şəxsiyyətin inkişafında özün göstərən amillərdən biri özünü ifadə bacarıqdır. Burada biz heç kimə qiymət yazmır. Kiminsə casıb fikrin qaralanmır. Kim bilirsə yerindən desin. Hansı ictimai inkişaf formaları? Birinci olan hansı ibtidai izman quruluş, elə deyil. Ondan sonra hansı quruluş gəlir? Onlar ibtidai izman quruluşuna. Onun üzərində sonra hansı? Qullarla quruluş. Qul əməyi. Qul nədir? Vaxtında oyatmaq, vaxtında müdafiə eləmək və insan taleyin xilas etmək. Bir nəsli utancdan xilas etmək. Əsasən Birləşmiş Ərəb Əmirliklərində və Türkiyə. Müxtəlif bizdə olmayan, bizdən İraq, servis hizmətlərinə qanunları cəlb edir. Müxtəlif halda. Məsələn, bədii əsərlər çox oxusaz, bəzən onlar ismini belə işarələr var. Xüsusən bunlar maddi cəhətdən zəif ailələr daha çox iş gəlir. Biz sizi işə cəlb edirik, məsələn,
gəlin sağlamlıq şirkətində işləyir. Elanı gördük, tanıdı, 18 yaşı var, 20 yaşı var, yaşamaq istəyir. Gedir bir dənə yerə, deyir, burada məsələn, masaj xidməti göstərir. Başlayır orada müxtəlif kişi qadın masaj edir. Sonra onların başçısı başlayır onları yavaş-yavaş orada ləkələndirməyə. Bir buradan çıxsan, sənə ailəmdən təbrik edəcək. Sənin ailəmə deyəcəm ki, filan kəsdən görür. Bu da başlayır orada işləməyə. Sonra deyir ki, burada gəlir azdır, gəl xaricə məhsi göndərək. Orada daha çox pul qazanır. Xaricdə də onların səhv olar. Buradan biletin alır göndərir. Ora sağlıq var. Oradan çıxmaq mümkün deyil. Səhv eləmirəmsə 2008-2009-cu ildə Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri televiziyada belə çıxış elədi ki, biz son bir il ərzində 500-800-ə yaxın Azərbaycanlı qadını yenidən Azərbaycana ekstradasiya eləmiş, yəni göndərmiş. Araşdırırlar, görürlər, bəli, burada insan alverlə məruz qalanlar var, burada xanımlar cinsi istismara məruz qalır. Onları nə edirlər, təzdən göndərirlər Azərbaycana. Öyrənici qalır, bir də ayrını görür ki, orqanı yox. Özdən qorxurlar. Danışsam, başqa kəsəm. Danışsam, öldürərəm. Və yaxud başqa kəsəm. Xanım yaxşıdır, bəzəyəm. Və yaxud aldanlarla hardasa orqanlarından satışa çıxarılır. Bəzən bunun arxasında bəzi elə mafiya ülkələri var ki, bunların Latma məhkəsi ülkələri arasındadır. Bunlar satış götürür, insanları o maddi cəhətini zəifdir, Afrika ülkələrindən, 3-cü dünya ülkələrindən, bəzi Asiya ülkələrindən ağırlı olan uşaqların, böyüklərin orqanlarını çıxardır insanlar. Tibbi tədqiqat var. Hər hansısa bir ölkə və hər hansısa bir alimlər, qrupu tədqiqat qazanmaq istəyir insan bədəni üzərində. Onlara qurban lazımdır. Bədənin kəsir doğrasını beyin üzərində. Kim kömürlü olar deyək ki, mən canımın evini qurban verirəm, kəsin mən doğrayım, mən bədənimi qalır. Canlıq qalar, insan hüquqləşməsinə cəhd eləmək və s. və daxil tibbi tədqiqatlar üçün nə qədər insanlar nə olur? Öldürülür, yaralanır, kəsilir, doğranır. Bir məqsəd budur ki, tibbi tədqiqatlar üçün də bəzən insanlar qurban rolunu oynayır. Klonlaşdırma insanlar, heç kim könüllü yox. Daşıyıcan olur. Nədir? Bunun açıqlamasını kim verər? Nədir bu surda qaxanalı? Yəni, uşağı anası, öz anası daşıyır və uşaq gəlməyəcə başqasına verir zaten. Yaxınlaşdır, buyurun. Baxın, surraqa qanalı dedikdə, bunun məfhumunun mənasını demiş. Daşıyıcan, kişidən və qadından götürülən ürünlərə başqa bir qadının bədəninə yerləşdirir. Bu, bəzən süni mayalanma prosesini yerləşdirir. Nə üçün başlayır? Bəzi xanımlar deyir ki, mən dünya yola gətirmək istəyirəm, amma mən onu öz bədənimdə bəsləmək istəmirəm. Səbəb nədir? Bir Azərbaycandan qoxulur. Bu analı, ana dünya uşaq gətirəndə biraz bəziyyətsən ki, ya əməliyyatdan qorxulur, ya da müasir dünyamızın elə ən müasir bəlası, formasını çoxlamaq istəmir. Ona görə də kimisə cəlb edirlər məzburi şəkildə, sağlar bir dənə yerə, onun bədənini məzburi uşağı yedirlər. Başa düşdünüz. Bəli, insan alır qurbanlar. 9 ay saxlayırlar hardasa, uşağı dünyaya gətirdir, ya onu öldürürlər, ya da ki, gedirlər, hara getsin işlər. Hansı ölkələr, başqa ölkələr qadınlar. Bax, bunlardan başlayır. Və ya, məsələn, elə nəsillər var ki, onların genetikasında və uca boyluluq var, onlardan tapırlar, üstəndə Asiya Afrika ölkələrindən ki, mənim övladım haradasa o millətin geni qarşısın, o millətdən boyluyurlar, uca boylu olsun. Çünki ananın da o ləftində bəslədiyi övladın müəyyən təsirləri olur. Onda onların anaları olaraq 99.9 testlərdən çıxırlar. Nə təbii? Yəni, DNK testləri olur. Bəli.
deməklə bağlı indi göstərəcək sizə. Yoxlayırlar ki, bunun qapını qadınlığı sağlamlığı, sağlam deyil. Bu uşaq dünyaya orada mikroblarla qarşılaşacaq, qarşılaşmayacaq, necə böyüyəcək o şəkildə. Başa Alışanlıkta insanların bizi başka ülkeye teşekkürlü olmasını öğrendik. Sonra? Mesela insanların onları sen aldattığına inanmamalı öğrendik. Kimə maraqlı oldu arada? Sərbaz hamılarını qaldırdı, hamına maraqlıydı. Kimə maraqsız oldu arada? Heç kimə qaldırmadı. Yaxşı, sizin deyəcəyiniz nə var? Baxın, biz danışdıq, siz nə var? Hər birimiz insanı, o demək deyil ki, sizdən çox bildik. Yox, hamımızın bildiyi müxtəlif şeylər var. Mən uşaqların nəzərində sual verir. Buyurun. Onlara görə sizin heç məhəbbət sorğulamır. Çox ki, kimin burada aldandı, bunun qurbanı ilk növbədə nə olur? Qurbanı olanda. Yox, ora çatandan sonra ya qaydandan sonra. Çatandan sonra bəyə onu qeyd elədik. Bəli, ora getməmişdən qabaq artıq qohumların nömrəsi, getdiyi yer haqqında məlumat verməndə haqdır. Bu yolu sorğuladır. Və yaxud görürük ki, orada vəziyyət pisdir, o dəqiqə səfirliyi nə alada saxlamalıdır. Ən azı qohumları ilə, yaxınları ilə, tanışları ilə o dəqiqəyə əlaqəyə keçməlidir ki, həmən dəqiqə ki, mən risk altındayım ki, onu oradan xilas eləsinlər. Bununla bağlı bir film var, uşaqlara mən göndərir, layihəsində, Hollywood Gözün köləlikdə... Yox, Girov bir var, Girov bir şey. Köhnə dedektiv olur, qızı gelir tarihdə, o qızı qurban olur, o gelir layihəsində. Uşaqlara göndərir, çox maraqlı olur. Baxarsın, söyləyir. Yəni, mən də bir dənə elə film izləmişəm bu barədə. Daha da çox film var bu barədə. Biri bir əsər film var, onun kitabı da var. 40 il köləlikdə. Baxmışsınız o. Bir qara zəncir alır, insan olur Amerikada, sonra o köləliyə cəb olunur, işlədilir. 40 il deyil, 20 il deyəsən. 20 il, o belə olmalıdır. Bir dənə də başqa film var. Bir neçə il filmidir. Steven Seagal çəkdir orada. Orada yeniyetmə öz uşaqlarının istismara cəb. O da düşür bu taxtında alıcı deyil. Bunlar filmdir, reallık. Ben hiç sorumluyum. Simanım. Şanım. Ben sana biri olmayayım. Bire kadar burada olur. Biri olsun yanına. Sen bire kadar burada olur. Bire altı kadar burada olursun. Burada 2-3 tane fərqdir. Qalan hamısı burada olur. Bire kadar burada olursun. Bire qalmış olur. Yok, orada malum olur. Çok sorumluları, ben sizi değerli ekspertini tanıtmadı ve değerli kentsel sağlayan, en zamanda 18 bin tanıkları üniversitede sizden her biri tebrik ediyorum, paylaşımda bunlar alınıyor. Ve tüm mekanını bir katılmak istedim ki, evet, bu aktarımın da olduğunu ibarettir ki, İnsanoğulları ilk zamanda insan duygularının da en çok şekilde bozulmasına yönüne itibariyle bu bakımdan bu mevzu tedbirlerin kesilmesi bir insan duygularına hırmeti kendini bırakmasının bir mühim istikametidir. İnsanoğulları yani ki tüm beşeriyet yani anlatılarından biridir, hem bildiği ve insanların da transmilliği ihtimali sayılır. Onun dikkatini çarptırmak isteyen ki, ümrükte yani hem milli ve hem de beynelxalq yararlı mənbəli sənədləri nəzərdən çəkirsə, ümrükdə bir yararlı büyüdü an. Yani buna deməli, BMT-nin 13 konvensiyası, Beynəlxalq Əmək Təşkilatının 5 konvensiyası, Avropa
belə deyək, şurasının 5 konvensiyası daxildir. Eyni zamanda da milli səviyyədə bizim ölkəmizdə insan alverlər qarşı mübarizə istiqamətində 4 qanun və 11 qərar, Nazirlər Kabinetinin 11 qərarı qəbul olunmuşdur. Və buradan da belə deyək, o qərarda gəlmək olur ki, nə qədər belə deyək ki, təhlükəli bir tendensiyadır ki, BMT səviyyəsində insan alverlər qarşı bir belə deyək, lakin müharibə yanılığının Avropa Şurası səviyyəsində eyni zamanda milli səviyyədə. Və onu da diqqətə çatdırmaq istəyirəm ki, biraz əvvəl də qeyd etdik, insan alverə həm milli, həm də transferli cinayətdir və sual ola bilər ki, niyə bu dərəcədə belə deyək, bu məsələ ilə bağlı, insan alverə qarşı müharibə ilə bağlı, bu qədər konvensiyalar qəbul olunur, ayrı-ayrı qərarlar qəbul olunur, eyni zamanda konvensiyalar, beynəlxalq konvensiyaların fakultativ protokolları, yəni əlavə protokollara qəbul olunur ki, yenə sahaya qarşı mübarizə güzərdləşdirir. Və onu da diqqətli çatdırmaq istəyirəm ki, biraz əvvəl də qeyd etdim, Birləşmiş Millətlər Təşkilatı tərəfindən 13 sənəd, çox mühüm, çox güclü sənəd vardır buna qarşı. Avropa Şurası tərəfindən 5 konvensiya vardır və Beynəlxalq Əmək Təşkilatı tərəfindən də 5 konvensiya bu təhlükəli cinayətə qarşı, qeyri-hüquqi əməllərə qarşı mübarizə aparır. Və bizim ölkəmizdə də bu qədər əvvəl qeyd etdim, bununla bağlı 4 qanun qanundur. Buna hansılar insan alverə qarşı mübarizə qanunu, spesial xidmətlər haqqında qanunu, eyni zamanda müzərəki məsələlərində olan miqrasiya məsələsi də bu sahədə belə deyək, sözlü emiş sənədlərdən biridir. Bu barədə Ziya müəllim qeyd elədi, yəni qanunvericiliyi ilə əlaqədar. Mən əsas məsələyə toxunmaq istəyirəm. Daxildə Nazirliyin yanında insan alverə qarşı mübarizə baş idarəsi var. Əgər sizdə hər hansı bir şübhə yaratsa və bu cür faktlarla üzləşsəniz, yəni fikirləşirsiniz ki, hara məlumat verir, necə məlumat verir, yəni bu cür hallar olanda xahiş edirəm, bu nömrəni yadda saxlayın. 152 nömrəsi Azərbaycan daxilində pulsuzluq istənilən vaxt həmin nömrəyə siz əldə saxlaya bilərsiniz. İnsan alverə qarşı mübarizə baş idarəsinin qaynar həddidir, 152. 24 saat ərzində fəaliyyət göstərir. Statistika nəsil tanış eləmək istəyirəm. Diqqət edin, 2021-ci ilin statistikası 22, 23, 24, 25. İnsan alveri nəfərlə görüşədilir, bir də insan alveri qurbanları nəfərlə görüşədilir. Getdikcə artım tempi var, gördüyünüz kimi. İnsan alveri qurbanlarının sayında isə fikir versəniz, artım tempi birdən-birə azalır. Bununla bağlı nə fikirləriniz var? Yəni qurbanların sayı azalır, yoxsa sizin fikriniz nədir? Niyə təxminən 50%-ə yaxın azalma var? Ona görə, baxın sizə vəkslərə fikirləşirsiniz. Ona görə azalma baş verir ki, getdikcə insan alveri qurbanlarını müəyyənləşdirmək çətinləşir. Çox çətindir. Mübarizə gücləndikcə, kompüterdə virus, antivirus proqramları var. Mübarizə gücləndikcə, onların da özlərinin metodları, gizlənmə, şəbəkələşmə daha da çətinləşir, daha da mütəkkəbləşir. Yəni, insan alveri qurbanlarını tapmaq çox çətindir, onları müəyyənləşdirmək çox çətindir. Ona görə də gördüyünüz kimi, statistika kifayət qədər azalmış. Bugün kifayət qədər danışır. İndi baxın, keçib növbəti qurbanlar, görürsünüz. Yəni, onların işi əsası budur. Aha.
edirəm.